Görünüşündə çox qəliz bir reseptə bənzəyən, hazırlanması isə çox asan, dadı isə möhtəşəm olan türklərin burma paxlavasını bugün edəcəyik. Bəli, kənardan baxanda biraz qəliz reseptə oxşuyur, amma heç də elə deyil. Yəni çox asandır. Keçək reseptinə. Qaba 2 ədəd yumurta, 1 stəkan qatıq, 1 armudu stəkan duru yağ, 50 qram əridilmiş yağ, 1 xörək qaşığı sirkə, 1 xörək qaşığı limon suyu və 1 paket qabartma tozu əlavə edib və yaxşıca qarışdırırıq. Ardınca 4 stəkan yarım unu əlavə edirik və qarışdırırıq. Siz istəsəz unu biraz 4 stəkandan sonra az-az tökün. Çünki unların belə ağırlığı olur da. Ona görə yavaş-yavaş tökün. Ələ yapışmayan, türklər demiş, qulaq məvəsi belə kıvamında bir xəmir olmalıdır. Sonra keçirik şərbətinə. Şərbəti üçün 5 stəkan su və 5 stəkan şəkər tozu əlavə edib və qoyuruq qazın üstünə. Qaynamağa başladıqdan hardasa 10 dəqiqə falan sonra altını söndürürük. Qaynadıqdan sonra yarım limon da əlavə etməyi heç yadınızdan çıxartmayın. Xəmirimizi 20 dəqiqə, yarım saat dinləndirdikdən sonra bütün olaraq çəkirik və 10-12 hissəyə bölürük. Kündələr hamısı eyni boyda olarsa çox yaxşı olar. İçliyi üçün isə bizə 250 qram ceviz lazımdır. Yəni çəkilmiş qoz lazımdır. Siz fındıq da əlavə edə bilərsiniz. Bu artıq keçir, baxır sizin zövqünüzə. Xəmirləri kündələdik. Biraz da belə özünü tutduqdan sonra nişasta ilə yaya bildiyimiz qədər yayırıq. Yəni o qədər yayırıq ki, məsələn, məndə Xunanın mətbəxi rezapaldır da. Rezapal görsənənə qədər, yəni o dərəcədə naziklikdə yayırıq. Qalın yaymayın, çünki içi bişməz. Biz bunu bükəcəyik deyə qat-qat olacaq da. Qalın da olsa bu lap qat olar və paxlavanız xəmir kimi alınır. Ona görə yaya bildiyiniz qədər nazik yayın və indi videoda göstərdiyim kimi aşağı hissəsindən cevizi qoyuruq və oxlovla bərabər bükürük, lap sonda qırışladırıq və bişirəcəyimiz qaba qoyuruq. Baxın, videoda da göstərirəm necə cevizləri qoydum, yuxa ilə bükdüm, ən sonda qırışlatdım və listə qoydum. Bütün kündələrimizi bu şəkildə açırıq, cevizi qoyuruq və oxlovla bərabər büküb rulon şəklində edib bişirəcəyimiz qaba əlavə edirik. Paxlavamızın bişməsi üçün bizə yağ da lazımdır. Bir qabda 250 qram kərə yağını əridirik. Üzərinin köpüklərini mütləq götürürük. Çünki o üzərindəki köpüklər qalanda paxlavanın üstünə xal-xal belə xallar salır. Ona görə də mütləq üzərindəki köpüyü yığın, yaxşıca əridin. Daha sonra həmən 250 qram əridilmiş kərə yağına 1 stəkan duru yağ əlavə edirik, qarışdırırıq və paxlavalarımızın üzərinə əlavə edirik. 160-170 dərəcədə, alt-üst rejimdə tamamilə üzəri qızarana qədər paxlavalarımızı bişiririk. Bir də onu qeyd edim ki, şərbətimiz ya soyuq, paxlavamız isti olmalıdır, ya da əksinə paxlavamız soyuq, şərbətimiz isti olmalıdır. Əgər hər ikisi ya soyuq və yaxud isti olarsa, birində paxlavamız çiğ qalar, birində də yaxşı olmaz, yəni xırt-xırt dadı verməz. Bugünlük isə məndən bu qədər. Səhifəmə abunə olun və bəyənin. Hələlik.